Sınaq imtahanında nə qədər abituriyentin iştirakı nəzərdə tutulub, imtahanda iştirak etmək istəyənlər nələri bilməlidir? Daha ətraflı məlumatı isə Rəqsanə İbrahimzadə bizə çatdıracaq. Rəqsanə, xoş gördük səni. İstəyirəm ki, imtahanla bağlı detallı xəbərləri səndən eşidək. Salam Nuraynə, hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurguladığınız kimi mayın 10-unda qəbul imtahanının sınaq mərhələsi keçiriləcək, sınaq imtahanları keçiriləcək və artıq bu imtahanlara qeydiyyat prosesi başa çatıb və mayın 10-unda proses təşkil olunacaq və bununla da artıq şagirdlər qəbul imtahanından öncə özlərinin hazırlıq səviyyəsinin nə yerdə olduğunu qiymətləndirə biləcəklər. Daha təfərrüatlı informasiyanı hansı ərazilərdə keçiriləcək və eyni zamanda qəbul imtahanları nə zaman keçiriləcək, bununla bağlı detallara hazırda ilə qonağı Dövlət İmtahan Mərkəzinin mətbuatla iş şöbəsinin müdiri Xanlarzadə vasitəsilə əldə edəcəyik. Xoş gördük Xanlar bəy. Buyurun təfərrüatları sizdən eşidək. Dövlət İmtahan Mərkəzi tərəfindən bu həftənin bazar günü ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas qrupları üzrə sınaq imtahanı keçiriləcəkdir. İmtahanda iştirak etmək üçün qeydiyyat elektron qaydada aparılmışdır və 5554 abituriyent iştirak etmək üçün öz ərizəsini təqdim edibdir. Bakı şəhəri ilə yanaşı Dövlət İmtahan Mərkəzinin regional bölmələrində də ümumilikdə 11 şəhər və rayonda imtahanlar təşkil olunacaqdır. Əsas bizim abituriyentlərə müraciətimiz ondan ibarətdir ki, imtahana buraxılış vərəqəsini çap eləsinlər, şəxsiyyəti təsdiq edən sənəd və imtahana buraxılış vərəqəsi ilə imtahana gəlmək lazımdır. May ayından etibarən bilirsiniz ki, biz imtahanları saat 10-da başlayırıq. Yəni, kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanlar saat 10-da başlanır. Ənənəvi bizim adətən imtahan vaxtımız 11-də, amma may, iyun, iyul, avqust aylarında imtahanlar saat 10-da başlayır. Bunu nəzərə almaq lazımdır. Ona 15 dəqiqə qalmış buraxılış rejimi dayanır. Ona görə də imtahana buraxılış vərəqəsində hansı saat yazılıbsa, 1 saat ola bilsin, saat yarım əvvəl yazılır ki, siz gəlməlisiniz. Həmin vaxtı imtahan binasına yaxınlaşsınlar, özləri ilə əlavə vasitələr gətirməsinlər. Bizim əsas qəbul imtahanlarımız isə bilirsiniz ki, bu proses üçün də artıq qeydiyyat başa çatıbdır. İkinci və üçüncü ixtisas qrupları üzrə mayın 24-də, birinci və dördüncü ixtisas qrupları üzrə müraciət edənlər isə iyun ayının 7-sində öz imtahanlarını verəcəklər. Təşəkkür edirəm informasiyaları bizimlə paylaşdığınız üçün. Bəli, mayın 10-da qəbul imtahanının sınaq mərhələsi keçiriləcək ki, şagirdlər, yəni abituriyentlər burada iştirak edə bilərlər və bununla da öz hazırlıq səviyyələrini qiymətləndirə biləcəklər. Və eyni zamanda bir məqamda unutmamaq lazımdır ki, imtahana yenə paytaxtın ayrılmaz tərkib hissəsi olduğundan tıxac, bu baxımdan vaxtında çatmaq lazımdır. Elə buna görə də evdən tez çıxmaq tövsiyə olunur və bütün detallı informasiyalarda buraxılış vərəqəsi ilə bağlı lazım olan sənədlərlə bağlı məlumatlar da Dövlət İmtahan Mərkəzinin rəsmi saytında yerləşdirilir və informasiyaları oradan mütəmadi əldə etmək mümkündür. Çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Bütün imtahanda iştirak edəcək şəxslərə uğurlar arzuluyuruq. Sözü yenidən sizə ötürürəm. Təşəkkürlər Rəqsanə sənə və müsahibinə. Təşəkkür edirik geniş şəkildə informasiyanı təqdim etdiyiniz üçün.